cavab oyununa gedirik. Əlbəttə ki, bəlkə də bir o qədər asan deyil oyun haqqında danışmaq, cavab oyunu haqqında danışmaq ilk nəticəyə görə. Amma hər bir halda bizim üzərimizə düşən vəzifədir. Biz sizlərin qarşınızda fikirlərimizi bildirməliyik və oyun hazırlığımız vardır, fikirlərimizi bölüşməliyik. Və bir də səhv etməmsə gəlsin onlayndır. İngiliz jurnalistlər də yəqin ki, bizi dinləyirlər, qulaq asırlar. Onları da salamlayıram. Və belə oyuna gəldikdə bir neçə gün vaxtımız oldu. Həm oyunu analiz etməyə, həm oyunun ətrafında xeyli düşündük və digər oyuna hazırlaşmağa. Ümumən belə söylənəcək çox bir fikir yoxdur. Bəli, bizdən üstün oldular, bizi üstələdilər. Və belə çalışıb cavab oyununda daha diqqətli olacaq, daha diqqətli olmalıyıq oyunumuzdur və daha mübariz, daha məsuliyyətli olmalıyıq. Çünki həm gələcəyimiz yol, həm rəqibin öz doğum yolunda oyunu. Mən pis hazırlaşmadıq. Baxmayaraq biraz psixoloji zərbə aldıq, amma hər bir halda ümumi hazırlığımız pis deyil. İnşallah çalışır ki, cavab oyununda özümüzdən yaxşı tərəfini göstərməyə.